evlatlarınızı koruyor. Balalarınızı koruyor. Yoldaşınızı koruyor. Ana və bala bir yerdə narkotik istifadə edirlər. Aldım nefesimi. Sen koruyabilmedin. Koruyabilmedin. Ana olmadım ben. Sen analık eleyebilmedin mi? Keşke sen beni gördüğümde ölerdin bana. Ona göre benim yardım edin bize. Kömeğini, yetimi, eşkesimiz yoktu. Size kurban olum karşıyım. Elinizden de gelir kömeğini o balam sağalsın. Uşağımın sağalmasını istiyorum. Özüm de sağalmak istiyorum. Ay hayat, niye böyle değişir insan? Dert gelende başka olur her zaman. En acı hakikat gözyaşlarından. En sakit adamın dilinden çıkır. Narkotikin sonu budur. Zibillikte yatmak, çöllerde kalmak, ev işi olmamak. Neyse ay Allah görese ne bak rahat yatacağım. Yoktu. Narkotik o vaziyete salıp diye beni zibillikte yatırıp. Ona göre narkotik hiç kime reva bilmirəm. Düşmənim nədir, ona da reva bilmirəm. O düşmənim var ya, ona da narkotik reva bilmirəm. Yəni, narkotik pis şeydir. Deməli, bu günlərim sizə təqdim edəcəyimiz mövzu, təqdim edəcəyimiz həyat hekayəsi. Ana və bala bir yerdə narkotik istifadə edirlər. Bu acınacaqlı bir haldır. Və bu gün biz buradayıq ki, bunlara dəstək olaq, əl uzadaq, kömək eləyək və sizin sayənizdə dostlarının, ətrafda olan yaxşı insanların köməkliyi ilə birgə. Narkotik bize imkan vermir ki ben gidem ev tutam. Bir gece yastığa başımızı koyar, rahat yatar. O kadar əziyyət zulüm çekirik ki. Deyir ayağına deyir, açın deyir rahat yatacaq. Açın evde yatacaq. Ev şəraiti olacaq. Deyirəm inşallah qoy yaxşı olaq, sağalaq. Hər şey yaxşı olacaq. Allahın köməkliyi ilə. Uşağım günü-gündən narkotik əridir mənim uşağım. Qorxuram. Qorxuram ki, narkotik bizim axırımıza çıxar. Amma mən istəmirəm ki, narkotik bizə son verir. Biz narkotikə son verək. Narkotikdən uzaq olaq, hər şeydən uzaq olaq. Pis əməllərdən uzaq olaq. İstəyirəm həyatımız yaxşı olsun. Ancaq həyat yaşamaq istəmirəm. Xahiş edirəm, kömək edin bizə. Balama kömək edin. Qurban
Qurban olum sizə, başınıza dönüm. Daha bezmişəm. Neçə dəfələrdən özümü öldürmək istəmişəm. Demişəm, özümü öldürsəm balamı kim baxacaq? Balam qalacaq ortalıqda. Çünki onun arxası yoxdur, məndən başqa heç kəsi yoxdur. Qohum, əqraba hamısı sizi siyahıdan çıxardıb da. Bəli, bəli. Nəyə görə? Hamısı narkotikə görə, narkotik zimlə görə. Ona görə hamıdan bu dəqiqə xalalarımdan şişirəm, burumun ucu göynür. Amma bəlkə də bizi yolda görsə bizdən gen qaçarlar. Niyə? Narkotikə görə. Ki evladını bizdən qoruya, balasını qoruya. Niyə? Düşünər ki, balasını biz pozarıq, eləyərik. Ona görə. Bu 2 il ərzində Vüsalə narkotik sənin əlindən nələri aldı? Nəyi bitirdin? Nələrimi almadı ki, nələrimi, həyatımı puç elədi narkotik. Bütün hamıdan oldum, qardaşımdan oldu. Canım saat deyilsin, xalalarımdan oldu, böyüklərimizdən oldu. Ətrafımda dostlarımdan, tanışlarımdan oldu. Dost tanışlar da bizə salam vermir, bizi görəndə gen gedir. Utanıram, deyirəm, bu niyə belə eləyir? Deyirəmişəm ki, amma sonra düşünürəm ki, yox, narkotik istifadə elədiyim üçün ona görə gen qaçırlar. 2 ildə hər şeyimi aldı. Narkotik mənə çox pis şeylər yaşatdı. Görmədiyim həyatı yaşatdım ha. Mən belə olmamışam. Mən narkotik istifadə eləməsəydim bu dəqiqə mənim evimdə olar, hər şeyimdə olar. Yəni ağlıma gəlməzdi də sən bir zaman belə bir yerdə qalarsan. Bəli, bəli. Mən ömür bu ağlımın ucundan keçməz ki, hamı məndən danışır, hamı qohumlarımız ki, Vüsalə belə olmaya baxıb, Vüsalə niyə bu vəziyyətə düşdü, Vüsalə niyə özünü bu vəziyyətə saldı. Amma belə qız olmayıbdı da, yəni yaxşı, həyatımız yaxşı olubdu, kasıb olmuşuq, mərd olmuşuq. Amma bu yollar belə, yəni yaşayış döldə, ondan sonra nə Allaha qurban, nə bu sağalmaq, nə ölmək. Yəni bu ikisindən biri. Yenə də deyirəm xalqımıza, insanlarımıza, yəni balalarınızı qoruyun, yoldaşınızı qoruyun, sizdən xahiş eləyirəm. Narkotikdən uzaq olun, bizim vəziyyətimizə düşməyin. Bax, bizim sonumuz, narkotikin sonu budur. Zibillikdə yatmaq, çöllərdə qalmaq, ev işi olmamaq. Neysən, ay Allah görəsən, nə vaxt rahat yatacam, yoxdur, narkotik o vəziyyətə salır. Deyə belə zibillikdə yatırım. Ona görə narkotik heç kimə rəva bilmirəm. Düşmənim nədir, ona da rəva bilmirəm. O düşmənim var ya, ona da narkotik rəva bilmirəm. Yəni narkotik çox pis şeydir. Aldım sen koruyabilmedin. Ama olmadım ben. Sen ona rahmet eleyebilmedin mi? Keşke sen beni gördüğümde ölerdin bana. En ağır qəzalar bəxtə bağlıdır. Hamıdan dəstək istəyirəm ki, balam sağalsın, ağrı acı çəkməsin. Xahiş edirəm, xahiş edirəm. Bir ömür susub da dərd saxlayanlar bir gün ürəyini selindən çıxır. Səbir tükənəndə qırılar könül, dözər illərlə də susar bəzən gül.
kimi yanır en sakit adamın dilinden çıkır. Ay hayat niye belə sınayırsan? Hansı rayondansınız? Bərdədən. Bərdədən. Bəli. Bərdənin harasından? Kəndindənsə yoxsa özündən? Xeyr, özündən Pajanin Kuruqu tərəfdə qalır. Zələ xanım, neçə yaşınız var? Mən 92-ci təvəllüdəm. 92 təvəllüd. 30, 34. 34 yaş. Necə oldu siz başlamısınız? Neçə il istifadə edirsiniz? Və 2 ildir, bəlkə də 3 ildir. Rayonda mən tramadol dərmanla başlamışam. Kim təklif Mənim eləmişdi? yaxın bir qız var, yaxın rayonda. O mənə dərman verdi, dedi yaxşıdır, at bunu. Niyə görə at? Nə Ağrılarım bilim, var idi? Xeyr, heç nəyim yox idi. Salamat qəşəng özüm. Qəşəng qız olmuşam, kök olmuşam, belə olmamışam, gözəl olmuşam. Sadəcə ağılsızlıq elədim, atdım dərmanı, vərdiş oldum dərmanla. Sonra dərmanlar yığışıldı, başladım kokoz eləməyə. Bir nəfər var idi, dedi ağrıyırsan, kokoz elə, kokoz sənin ağrılarını kəsəcəklər. Mən də kokoz elədim, ağrı gördüm, nə yaxşı şeydir bu. Çox yaxşı şeydir də. Bir dəfə, 2 dəfə bunu mənə verdilər, sonra başladılar pul tələb eləməyə. Pul ver, pulu ilə verin. Başladım mən də oradan buradan tapbağa pul aparıb verirdim pulu. Bir vaxt eşitdim ki, bəs mənim uşağım da eləyir, istifadə olub eləyir. Onda uşağınız bir eləmirdi onda siz eləyəndə? Xeyr, mən eləyəndə mənim uşağım eləmirdi. Mənim uşağım Bakıda qohumumuz gedə qalırdı, işləməyə gəlmişdi, işləyirdim. Mən onda rayonda idim. 5 ay uşağım məndən uzaq olubdu, 5 ay yanında. Adi uşağım zəngə də cavab vermirdi, mənlə danışmırdı. Uşaq məndən qaçırdı. Niyə? Narkotik istifadə elədiyi üçün qaçırdı uşaq məndən. Sonra gəldim Bakıya. Bakıya gələndən sonra bildim ki, narkotik istifadə eləyir, gündə qaçır, gedir, narkotik istifadə eləyir, parti istifadə eləyirdi uşaq. Yoldaşınız var? Xeyr, yoldaşım rəhmətə gedib. Uşağın atası Elcanın. Bəli. Atası rəhmətə gedib. O da narkotik istifadəçisi olub yoxsa? Xeyr. Niyə rəhmətə gedib? Xəstə idi ürəyi, ona görə rəhmətə gedib. Çoxdan? Bəli. Və sizin qardaşınız, anavız, bacınız, Qardaşım var, rayondadır. O da mənim belə narkotik istifadə elədiyim üçün deyib, nə yoluna qayıtmısansa üz döndərib. Hamı məndən üz döndür. Utanıram, heç kimin üzünə baxa bilmirəm. Ən çox istəyirəm ki, uşağım sağalsın. Uşağım sağalsın. Uşağımın gələcəyi var, əskərliyi var onun. İstəmirəm günü-gündən uşağım əziyyət çəkir. İstəyirəm mənə yardım eləyəsiniz, uşağıma kömək eləyəsiniz. Mən də cəmaət kimi rahat olmaq istəyirəm, mən də qızlar kimi rahat gəzmək istəyirəm. Səhər duranda acı çəkmək istəmirəm, ağrı çəkmək istəmirəm. Rahat durmaq istəyirəm. Cəmaət kimi istəyirəm, rahat gəzəm. Ağrı istəmirəm çəkəm, balam istəmirəm ağrı çəksin, gözümün qabağında ağrı çəkəm. Ağrıyıram, ölürəm, pis vəziyyətdəyəm. Ona görə nalbərim, yardım edin bizə. Kömək eləyin, yetimin heç kəsimiz yoxdur. Sizə qurban olum, xahiş edirəm. Əlinizdən nə gəlir, kömək eləyin, balam sağalsın. Uşağımın sağalmasını istəyirəm.
Özüm də sağalmaq istəyirəm. Mən bu yaşım deyil. Mən balama baxmaq vaxtımdır. Balamın gələcəyini düşünməliyəm mən. Elə onun üçün düşündüyüm üçün mən sizi kömək istədim ki, kömək edin mənə. Xahiş edirəm. Peşman olmusunuz da belə deyim, narkotik qəbul eləməyinizə görə. Bəli, çox. Bunun axırı yoxdur da, yəni bilirik ki, bunu nə ölümdür, nə bilim. Harda qalırsınız da, eviniz eşiyiniz haradır? Belə yerlərdə, ha? Belə yerlərdə qalıram. Bir müddət çox əziyyət çəkdik, buralarda vaxtımızı keçirdirdik, gecələr otururduq. Nəm səs eşidəndə qaçıb gedirdik, qonşular zat istəmirdik ki, narazı olsunlar və qorxsunlar, nə bilim, koridordan zatdan keçəndə qorxmasınlar. Sonra getdik, gündəlik ev var idi, oradan tutdu. Ya hay deyirik ki, ev tutaq, narkotik imkan vermir ki bizə. Mən gedim ev tutub qalıb, əlimizə düşən bunu işləyirik. Dəmir yığırıq, helqabı yığırıq, salfetka satırıq. Təmizlik işi görürdüm, oradan da çıxdım. Ya əlimizə nə pul düşürsə, hamısı narkotikə verir. Narkotik çıxardan Allah evini yıxsın. Mən ki doymamışdım heç vüsalından, mənə zülm eylədi yaman ayrılıq. Nə olardı bir gün durup yuxudan, görəydim ki olur. Deyirəm Canay baba, anında sürsə bu günlərini görməyərdi. Mən görəndə orada yaz səhər idi, xoş nəfəs baharın küləkləri idi. Ağrıdakı dəhşət ağrıdır, ha? Çox ağrı, pisdir, çox. Çox əziyyət çəkirəm, nətər deyim, o demək olmur da, sümüklərim, ayaqlarım qırılır yerində. Çox əziyyət çəkirəm, çox. Kusuram, batırıram, ürək bulanmazsa. Dəhşətli bir şeydir də deyil, nəsə deyil. Zülm eylədi Necə deyim, bilmirəm. Ayrılıq, ayrılıq, yaman ayrılıq, mənə zülm eylədi. Günə nə qədər pul verirsiniz narkotikə ikiniz? 80 manat, 70 manat, 60 manat. Veririk narkotik. Heç elə olub ki, amma düzünü deyin də, Vüsal sən, Elcan sən də düzündür. Ana bala bir çetmal üstündə qırmısınız bir-birinizi, dava eləmişsiniz. Xeyr. Heylə Yəni sən ağrıda qalırsan, amma Elcana verirsən, elə olur? olur. Elə olubdu ki, uşağım görmüşəm ağrıyır. Çet o pul olmayıbdı da, pulumuz olmayıb, bir dənə çet almışam. Demişəm, ağrımasın, gözümün qabağında yuvalanır, belə ana ölürəm, ağrıdan ölürəm, belə qalır. Mama ölürəm, kusub batır, görürəm, ölür vəziyyəti pisdir. Getmişəm, almışam, gətirmişəm ki, bir dənə o ayağa qalxsın da. Ağrı acı çəkməsin, düzdür, bunu eləməli deyiləm anaya. Uşağımın həyatını özəllərimdən zəhərləyirəm, məhv edirəm. Amma görürəm, ölür vəziyyəti pisdir. Ona görə düzü bilmirəm, bilirəm, mənə pis baxırlar. Qəddar amayam, öz anam, balamı əllərimlə zəhərləyib öldürürəm. Ayrılıq, mənə zülm eylədi, yaman ayrılıq. Ona görə xahiş edirəm, qurban olum sizə, bizə yardım edər, başınıza dönüm, xahiş edirəm. Qaydı dostların bahar evinə, mehriban sözünə, şirin dilinə. Cananın sazını Sizdən xahiş edirəm, balama dəstək olun. Balamı sağaldın, məni sağaldın. Sağalmaq istəyirəm, balım da sağalmaq istəyir. Hələ hindiyə kimi bir-birimizdən ayrılmamışıq. O mənim quzu balamdır. O mənim hər şeyimdir, aldığım nəfəsimdir, yaşamaq səbəbimdir.
Göydə Allah, yerdə balamdır, balam, canımdır. Quzumdur, quzum mənim. Hər şeyim, aldığım nəfəsimdir. Yəni, balımı əlimdə əriyir gedir. Balım sağalmazsınız. Ayrılık, ayrılık, aman ayrılık. Mənə zülm elədi, yaman ayrılık. Elcan, sən neçə vaxt narkotik istifadə edirsən? 4-5 ay. 4-5 aydır. Bəli. İynə yolundan yoxsa çəkirsən? Birinci patı çəkirdim. Ondan sonra kola çəkdim. Başlarımı təzədən soxdum. İynə soxdum. İynə, Hə, damara. Örgətdilər. Sən necə oldu? Kim təklif elədi? Amma düzünü de. Necə oldu narkotika başladın? Bax, ay Elcan. Dost tanışlar elədi. Birinci çəkdim patı. Ondan sonra Nə örgətdilər. dedilər? Bax, səni təklif eləyəndə nə deyib aldatdılar deyim. Necə təklif elədilər? Ağrılarım güclü idi, əmi. Nə ağrıların var idi? Sümüklərim, zadlarım ağrıyırdı, Yox, ayaqlarım. narkotikdən qabaq nə ağrıların var idi? Niyə çəkirdin? Dedilər ki, çək, yaxşı olacaq, yaxşı işləyəsən, patıdan çək. Mən də başladım, çəkdim əmi. Peşmanam indi də. Allah'ım olsun. Səndən böyük uşaqlar idi onu təklif eləyən. Bəli. Sən çəkəndən sonra neçə dəfədən sonra, neçə vaxtdan sonra ağrıların əmələ gəldi? Bir ay zat çəkəndən sonra ağrılarım, zadlarım oldu, elədi. Bir ay ərzində amma xoş hallar verirdi, ha? Hə. Xoşva gəlirdi. Məsəl üçün, özünü necə hiss edirdin təzə-təzə çəkəndə? Özümdə də ölüydüm də, belə deyək. Ancaq istəyirdim ki, çəkəm. Axırda gəldi, belə oldu. – 16 yaş. Uşaq narkotikin qurbanı. Peşmansan sən Elcan? Bəli, Ha? bəli. Niyə görə peşmansan? Çox zulm əziyyət çəkirik ortalıqda. Tezdən çıxırıq, bir də axşam gəlirik, eləyirik. Adam nə qədər eləyərik bunu. Allah hamd olsun bezmişəm. İstəmirəm anam da zulm çəksin. Allah hamd olsun. Nə qədər olar belə ancaq ki, sarfetka saati elə ancaq qarnımıza vermirik, ancaq mala veririk. Allah hamd olsun bezmişəm. İstəmirəm anam da gözümün qabağında əziyyət çəksin. Hamı uşaqlarını qorusun, anası, atası, valideynləri qorusun. Allah hamd olsun, mən bir dəqiqə özüm peşmanam eləməyəm. And ol Allah, istəmərəm heç kim eləsin. Gedirik, allıq, eləyirik, onu almağı zadə bir qorxudur, tutulmaqdır, eləməkdir. Hər şey, hər can yaşayırıq, Allah hamd olsun. Bir dəqiqə heç nə hasad deyil. Pulu düzəldənə kimi nə əziyyət, nə zulm çəkirik biz, Allah hamd olsun. Heç kimə rəva görmürəm bunu. Qolva vurursan iynəni. Bəli. Yara zad əmələ gəlib. Yox, xeyr. Təzə də hələ ona görə. Bəs Salə, səndə o var yara zad qolva. Qolva vurursan? Vay vay vay, damarlar zaten. Sən iynəni hara vursan, ay Elcan? Qolma, Harasına? burama. Özün vurursan? Bəli, Yəni vura bilirsən özün? bəli. Yaşadığımız bax budur bax. Narkotikin axırı sonu budur. Narkotik bizi bax bu vəziyyətlərə salıbdır. Bugün axırıncı dəfə nə vaxt narkotik qəbul eləmisiniz? Səhər elədiyimizdir. Saat neçədə? Tezin saat 9-da dolar da eləmişik. Ağrılar gəlir. Bəli, gəlir ağrılar, belimin ağrısından, bir də qırçamın ağrısından bilirəm ki, lomkadayam, lomkamın vaxtı çatıbdır. Pulunuz var. Xeyr, Bəs nətər eləyəcəksiniz? Necə tapacaqsınız pul? nə gəlib gedib işləyəm,
Salfetka satan işləyəm ki, pul düzələr. Var salfetka. Yox. Belə salfetkalardan götürürəm, alıram, aparıram, satıram. Günə nə qədər pul qazanırsınız? 20 manat qazanırıq, 30 manat da qazanırıq. Nasıl qazanmaq olur, hasatdır. Amma hamısını aparıb veririk, narkotika zəhərə veririk. Ki, canımızın ağrısı dinsin, canımız ağrımasın. Uşaq deyir ki, ayana ağrıyıram. Ağrıyıram deyir, dözə bilmirəm deyir, ağrıyam. Belə baxanda deyirəm, ay Allah, yəni mən buyam, niyə bu vəziyyətlərə düşdüm? Hər gün Allaha yalvarıram, hər gün deyirəm, ay Allah, sən özün kömək elə bizi. Bizi darda qoyma, sənə sığınmışıq, ay Allah, sənə qurban olum. Nə olar çöllərdə qalmayaq, ay Allah. Sağalaq, nə olar, ay Allah. Bir gün gözümüzü açaq. Neçə vaxtdır belə vəziyyətdə yaşayırsınız? Hardasa elə 5-6 aydır. Gül senin neyine gerektir gülüm. Senin gülün benim, çiçeğin benim. Gülün ağıllara gitmesin ağlın. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bugünkü gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmi 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorunun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.